Sevdiyimi bölüşə bilmərəm. O mənim özüm olan egoistliyim deyil. Əgər mənim sevdiyim insan, həyatımdakı insanın ürəyi başqasını istəyib gedibdirsə, demək ki, o ürəkdə mən yoxam artıq. Və bilirsiniz, başqasına toxunub daha sonra mənə toxuna bilmər. Mən özümü kirli hiss edərəm. Və mən artıq o an nifrət də deyil, o artıq çox üzr istəyirəm, diksinərəm o insandan. Yəni, gözümün önünə gələr, təsəvvür edərəm onu, yaşayaram ki, eyni mənlə yaşadıqlarını kimləsə də yaşayıb. O an bitir o insan mənim üçün.